Salam gənclər, bugün sizlərlə məntiq bölməsində məntiq oyunlarından sudoku oyununu sizlərlə izahını paylaşacağım. Adətən sudoku qarşınıza 9 ölçünün 9 ölçüyə bir xana ilə qarşılaşırsınız, qarşınıza çıxır. Bu oyunların həll etmək üçün sudokunun qaydalarını bilmək lazımdır. Sudokunun əsas qaydası rəqəmlərin təkrarlanmamasıdır. Bunu həmişə yadınızda saxlayın. Hansı rəqəmlər təkrarlanmır? Həmin rəqəmlərə gəlin baxaq. Gördüyünüz kimi 9-a 9 xananın özü 9 ədəd kiçik kubikdən ibarətdir. 3, 4, 5, 6, 7, 8 və 9 ədəd. 9 ədəd kubikin içində heç bir rəqəm təkrarlana bilməz. Bundan əlavə olaraq bu sudoku 9 ədəd sütundan və 9 ədəd sətirdən ibarətdir. Və bu sətirlərdə də sətirlər boyunca və sütunlar boyunca heç bir rəqəm təkrarlana bilməz. Bu qaydaları tətbiq eləməklə sudokunun bütün məsələlərini həll edə bilərik. Bunu həll eləmək üçün sizə sadə bir yol göstərəcəm. Ondan əvvəl sizə sadə bir sudoku nümunəsi ilə necə oynayırlar, necə həll edirlər, cavabı necə tapmaq olur və yaxud da sudokunu necə həll eləmək olur, onu göstərəcəm. Adətən sudoku suallarında sizə sudoku verilir, sonra isə hər hansısa bir xananın yerində sual işarəsi qoyulur və sizdən həmin sual işarəsinin yerinə qoyulan xanadakı rəqəmi tapmaq tələb olunur. Buna görə siz bütün sudokunu həll eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Əsas sizə lazım olan xana hansıdırsa, həmin xananın sudokusundakı rəqəmi tapsaq, bu sizin üçün kifayət edir. Məsələn, qarşınızda sadə 2 ölçünün 2 ölçüyə bir ədəd balaca sudoku qoymuşam və bunun üstündə izah eləyərək sonradan 9-a 9 sudokuları da həll eləmək üçün tətbiq eləməyin yollarını göstərə bilirəm. Deməli, gördüyümüz kimi burada 4-ə 4, 2-ə 2 olduğuna görə yazacağımız rəqəmlər 1, 2, 3 və 4-dür. Burada 9-a qədər rəqəmləri yazmamıza ehtiyac yoxdur. Böyük sudoku olduqda burada 1-dən 9-a qədər rəqəmləri yazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Amma bizdə hazırda qarşımızda duran sudoku 2-nin 2-yə olduğuna görə gördüyünüz kimi 4 sütunu var, 4 sətri var və 4 dənə kubik var. Yəni biz 1-dən 4-ə qədər rəqəmləri burada yazmaqla sudokunu həll etməliyik. Əvvəlcə gəlin bildiyimiz qaydaları tətbiq eləyək. Biz bildiyimiz kimi hər bir kubikin içində təkrar rəqəm ola bilməz. Biz görürük ki, birinci kubikə baxsaq 1, 2, 3, 4. Birinci kubikdə 1 və 2 rəqəmi verilib. Bu kubikdə olmayan rəqəmlər 3 və 4-dür. İkinci kubikdə yalnız 2 verilib. Burada 1, 3 və 4 davam edirik. Gördüyümüz kimi bizə 4 rəqəmdən ibarət kiçik bir sudoku verilib dediyimiz kimi. Burada biz 1, 2, 3 və 4 rəqəmlərini yaza bilərik. 9 rəqəminin də hamısını yazmaq üçün olan sudokulardan deyil, bəsit sudokudur. Daha çox aşağı siniflərdə məktəb səviyyəsində tətbiq olunur. Bizim bildiyimiz orijinal 9-a 9 sudoku isə daha çox magistratura səviyyəsində, ali məktəb səviyyəsində tətbiq edilir. Buradakı suallarda dediyimiz kimi biz sudokunun hamısını həll eləməyə məcbur deyilik, amma hamısını həll eləyə də bilərik. Gəlin bu qarşımızdakı 2-nin 2 ölçüdə sadə sudokunu həll eləməklə qaydalarını öyrədim. Birinci qaydamız kubiklərdən başlamaqdır. Çalışın, əgər gördüyünüz kimi rəqəmlər az verilibsə, onda kubiklərdən başlayaraq ardıcıllıqla davam edin. Məsələn, kubiklərin nömrəliyim ki, sizin üçün izah eləyəndə asan olsun. Birinci kubik, ikinci kubik, üçüncü kubik və dördüncü kubik. Birinci kubikə baxırıq, görürük ki, 1 və 2 rəqəmi verilib. 2, 1. Deməli, biz burada 3 və 4 rəqəmini yazmalıyıq. İkinci kubikdə 1, 3, 4 rəqəmini, dördüncü kubikdə 1, 2, 3, 4 rəqəmlərini, dördüncü kubikdə isə 1 və 2 rəqəmlərini yazmalıyıq. İndi baxaq, necə bunu həll eləyə bilərik. Bunun üçün dediyimiz kimi başlayaq birinci kubikdən. Birinci kubikdə görürük ki, 3 və 4-ü hər hansı bir xanadan, iki xanadan birinə yazmalıyıq. Amma bizim bu xanalarda yazmağımıza mane olan heç bir səbəb yoxdur. Sudokunun ən vacib qaydası odur ki, əgər biz bura 3-də, 4-də yaza biliriksə, onda bura heç bir rəqəmi yazmırıq.
Əgər biz bura 4 yazsaq, gələcəkdə buna uyğun qurduğumuz, məsələn, bura 4 yazmışıq deyə, bura 4 yazırıq, bura 4 yaza bilmiriksə, bu bizə bu yazdığımız 4-dən əmin deyilik axı, burada 3 də ola bilərdi. Ona görə buradakı nəticələrin hamısında səhv verə bilər. Ona görə əmin olmadığımız rəqəmləri yazmırıq. Məsələn, burada 3 və 4-ü yazmağımıza mane olan heç bir qayda yoxdur. Və ən çox verilənlərdən başladığımıza görə davam edirik 4-cü kubiklə. 4-cü kubikdə görürük ki, 2 dənə xana var və biz 1 və 2 rəqəmini buraya yazmalıyıq. Əvvəlcə baxaq 2 rəqəminə. Çünki 1 rəqəmi gördüyümüz kimi hər ikisində yazıla bilər. Burada da yazıla bilər, burada da. Amma biz 2 rəqəmini bu xanada yaza bilmərik. Əgər 2 rəqəmini bu xanada yazsaq, onda bizim gördüyümüz 4-cü sütunda həm 1, həm 2 ədəd 2 rəqəmimiz olacaq. Bu bizim sudokunun qaydalarını pozur. Ona görə buradakı 2 rəqəmi, bu kubik üçün 2 rəqəmi gəlir sol aşağıdakı xanaya düşəcək və bura qalacaq avtomatik 1 rəqəmi. Və biz 1 rəqəmini buraya yazdığımıza görə qaydırıq, yuxarıya baxırıq. Bu sütunu dediyimiz kimi, gördüyümüz kimi 3 rəqəmini artıq biz tapmışıq. 1, 2 və 4. Avtomatik olaraq 4-cü rəqəm 3 gəlir, öz yerini tapır. Və yenə qaydırıq 1-ci xanaya. Biz bayaq bu xanaya həm 3, həm də 4 yaza bilirdik. Amma bu 3-ə görə bu sətirdə başqa 3 yaza bilmərik. Bu dediyimiz kimi əmin olmadığımız 3 və 4-dür. Bu 3-ün isə əminliyini artıq bilirik. Çünki biz burada başqa bir rəqəm yaza bilməzdik. Bu 3-ə görə bura 3 yaza bilmirik və burada 4 yazırıq. Və bu kubikdə gördüyümüz kimi başqa bir rəqəm qalmır. 4-cü rəqəm avtomatik 3 yazılır bu hissəyə. Davam edirik. Bu xanada 1 və 4 rəqəmlərində yazmalıydıq bu kubikin içində. Gəlin baxaq. 3-ü tapmışıq. 3-ü silirəm. 1 və 4-ü yazmalıyıq. Buradan gördüyümüz kimi 1 bura düşə bilməz. Ona görə avtomatik bu sütunda qalan 4-ü yazırıq yerinə. Və bu kubikin də tamamladığı qalan sonuncu rəqəm 1 olduğuna görə 1 də düşür sol üst küncə. Və bizim qalır sonda bu xanamız, kubikimiz. Bu kubikə biz heç bir rəqəm yazmamışıq. Gəlin araşdıraq, görək hansı rəqəmləri hara yaza bilərik. Baxırıq ki, hər hansı bir xananı götürək. Məsələn, mən bu xananı seçirəm. Bu sol aşağıdakı, kubikin sol aşağıdakı xanasında biz 1, 2, 3, 4 rəqəmini yaza bilərik. Çünki bizim kubikimiz boşdur. İndi sütunlara baxaq. Bu sütuna əsasən biz görürük ki, 2 və 3 rəqəmini burada yaza bilmərik. Ona görə 2 və 3 rəqəmini silirik. Deməli, bu kubikdə yaza biləcəyimiz rəqəmlər 1 və 4-dür. Bunları yadımızda saxlayaq. Sonra növbəti xanamıza baxaq. Deməli, burada yaza biləcəyimiz rəqəmlər 1 və 4-dür. İndi sətirlərə baxaq. Həmin bu sətirdə biz görürük ki, 2 və 4-ü sağ xanalar qadağan edir. Deməli, 4-ü biz burada yaza bilmərik. Bu xana üçün avtomatik olaraq cavabı 1 tapırıq. 1 tapdığımıza görə keçirik növbəti xanamızı tapmağa. Ən rahatı bu sütuna və yaxud da bu sətrə baxmağımızdır. Hər ikisindən həmin sütun və sətri tapa bilərik. Bu sütuna baxanda 1, 2 və 3 yazıldığına görə biz avtomatik bilirik ki, bura 4 rəqəm düşəcək. Və bu xanaya, bu sətrə baxdıqda görürük ki, bu sətirdə 1, 2 və 4 rəqəmləri artıq yazılıb. Biz də götürüb həmin boş xanaya yerdə qalan 3 rəqəmini yazırıq. Və bu kubikdə yerdə qalan tək bir rəqəmimiz olur 2. Və biz bununla da sudokunu həll etmiş oluruq. Bu bəsit sudoku üzərindən nümunə ilə sizə izah elədim. Ümid edirəm ki, qaydaları başa düşdünüz. İndi isə daha çətin, mürəkkəb bir sudoku ilə biz məsələlərini həll eləməyə dərsimizə davam eləyək. Və bu məsələdə bizdən gördüyümüz kimi 9-un 9-a ölçüdə bir sudoku verilib. Və sudokunun içində bizə bəzi xanalarda çox rəqəmlər, bəzi xanalarda isə yalnız bir rəqəm verilib. Beləsinə olduqda biz çalışırıq ki, hansı xanada çox rəqəm varsa, həmin xanadan başlayaq. Qeyd edim ki, beləsinə sudokuların verilməsində, məsələn, burada görürsünüz ki, içində ürək şəkli düzəldiblər. Bu sadəcə maraqlı bir məsələdir. Bu sudokunu axıra qədər həll eləmək bəlkə də mümkündür, amma bizim üçün faydalı olmaz. Ona görə biz sual işarəsini tapıb kifayətlənəcəyik. Sual işarəsini tapmamışdan qabaq biz birinci baxırıq bizə verilən xanalardakı rəqəmlərə. Əvvəlcə birinci xanaya baxaq. 1, 2, 3, 4, 5,
6, 7, 8 və 9 nömrəli xanalar. Bunları şərti işarələdim və sizə xanalar deyəndə hansı xanaları nəzərdə tutduğumu yadınızda saxlaya biləcəksiniz. Birinci xanaya baxırıq ki, bu xanada bizə 9 rəqəminin 7-si verilib. 2 dənə boş xanamız qalıb. Bu xanalarda biz hansı rəqəmləri yaza bilərik? 1 yazıldığına görə 2-ni, 3, 4, 5, 6, 7 olduğuna görə 9 da var, 8 rəqəmi. Bu 2 rəqəm 2 xanaya uyğun gəlir. Bunların heç birini yerinə yaza bilmirik. Hələ ki, davam edirik baxmağa. Gəlib bu biri 3-cü xanamıza baxaq. Bu xanada da yenə 2 dənə xana boşdur, 2 dənə rəqəm yazmalıyıq. Hansı 2 rəqəmi yazmalıyıq? 1 var, 2 yenə yoxdur, 3, 4, 5 və 5 rəqəmi yoxdur gördüyümüz kimi. Deməli, bu xanada da 2 və 5 rəqəmlərindən birini yazmalıyıq. Deməli, biz sol tərəfdəki xanaya baxsaq, burada sütunlarda görürük ki, 2 və 8 yazmamıza mane olan heç bir rəqəm yoxdur. Yəni, bu sütunda 2 və 8 yoxdur, bu sütunda da eyni ilə 2 və 8 yoxdur. Ona görə sətirlərə baxırıq. Birinci sətirdə 2 və 8 rəqəmi yoxdur. Yəni, burada həm 2-ni, həm 8-i yazmaq mümkündür. Amma bu xanaya baxdıqda görürük ki, bu sətirdə artıq bir ədəd 8 rəqəmimiz var. Və biz də demişdik ki, bir sətirdə 2 ədəd 8 və yaxud da 2 ədəd hansısa bir rəqəm yazmaq sudokunun qaydalarını pozur. Avtomatik olaraq buradan nəticəyə gəlirik ki, birinci xananın sağ aşağı küncündə biz 2 rəqəmini yazmalıyıq. 2 rəqəmini yazdıqdan sonra bu birinci xananın kubikin sol üst xanasına 8 rəqəmi gəlib düşür. Buna uyğun olaraq burada 2 rəqəmini tapdığımıza görə sağ xanada 2 rəqəmdən biri 2 olacaqdır, biri 5. 2-ni də bura yaza bilmərik, çünki birinci qaydanı pozur. Bura gəlir 5-i, bura isə 1-i yazırıq, 2-ni yazırıq, üzr istəyirəm və beləliklə ilk 2 xanamız tamamlanmış olur. Digər xanalarda verilən rəqəmləri axtarmağımıza ehtiyac yoxdur. Gəlin sütunlara baxaq. Görürük ki, daha asan olsun deyə. Sizə sütunları deyirəm. 1, 2, 3, 4, 5, 6. İkinci sətirdə, gördüyümüz kimi, sütunlar demirəm, sətir. İkinci sətirdə bizim 8 rəqəm verilib. Yalnız bir xanamız boşdur. Baxırıq ki, həmin xanada hansı rəqəmi yazmalıyıq. 1 rəqəmindən başqa qalan bütün rəqəmlər bu 8 xanada yerləşdiyinə görə bu sətirdə qalan rəqəm 1 olduğunu tapırıq. Bu üsullarla digər rəqəmləri də tapa bilərik. Amma sizə daha maraqlı, daha asan bir yol göstərmək istəyirəm. Həm də bu bizim testimizi yazmaq üçün əlverişli bir üsuldur. İndi sizə işarələmə üsulu ilə sudokunu həll eləmək yolunu göstərəcəm. Belə işarələmə üsulunda biz 1-dən 9-a doğru yazdığımız rəqəmlərdə ya 1-dən ya da 9-dan başlaya bilirik. Amma daha çətin tipli məsələlərdə adətən insanlar 1 nömrəsindən başlayır deyənə cavabı son rəqəmlərdə verirlər. Ona görə biz də 9-dan başlamalıyıq. 9 rəqəmlərinin hamısını xanalarda işarə edirik. Sol xanadan başlayırıq. 1, 9 var. İkinci xanada yoxdur. Üçüncü xanadakı 9, dördüncü xanadakı 9 və 8-ci xanadakı 9-u işarələdik. İndi baxırıq sütunlara və sətirlərə. 9 rəqəminin olmadığı xana, bu xanadan məsələn göstərək. Bu xanada 9 aşağıda, sağ tərəfdə aşağıdadır. O sol birinci xanada isə 9 ortadadır. Biz də ona görə bilirik ki, bizim bu 3-cü xanamızda 9 rəqəmi bu sütunda olmalıdır deyə bu üçündən də hər hansı birində ola bilər. Davam edirik. 9 rəqəmini biz indi sütunlarda axtaraq. Çünki sətirlərdə 2 rəqəm olan yalnız 1-ci və 3-cü xanada olan sətirlər idi, xanalar idi. Sütunlara baxanda 1-ci və 4-cü xanada yenə 9 rəqəminə rastlaşırıq. Biz ona görə avtomatik 6-cı xanaya, 7-ci xanaya baxırıq. 7-ci xanada görürük ki, 9 rəqəminə görə bu sütunda və bu sütunda biz 9-u yaza bilmərik və həmin bu 3 rəqəminin 3 xanadan birinə 9 yazmalıyıq. Sətirlərə baxsaq görürük ki, burada bir 9 var. Avtomatik olaraq ikinci xanaya 9 yaza bilmərik. Deməli, ya sol üstdəki, ya sol altdakı xanaya 9 yazacağıq. Amma biz bundan əmin deyilik deyə yazmırıq. 9-a baxmaqla biz heç bir nəticə əldə edə bilmədik. Çünki bu çox çətin testlərdən biridir. Gəlin növbəti rəqəmə baxaq. 8-ləri işarələməyə davam edək. 8 birinci xanada sol üstdə, ikincidə solda ortada, üçüncüdə ortada aşağıda,
4-cü, 5-ci də yoxdur. 6-cı da solda, aşağıda və digər xanalarda verilməmişdir. Biz görürük ki, burada 8-in ardıcıl 2 dənə olduğu yer 3-cü və 6-cı xanadır. 3-cü, 6-cı və 9-cu xanaya uyğun olaraq biz 8-i tapmağa çalışaq. Deməli, 8-in 3-cü xanadakı 8-ə görə bu sütunda artıq 8 yazıla bilməz. 2-ci xanadakı 8-ə görə isə sol sütunda 8 yazıla bilməz. Deməli, bu sual işarəsi və onun üzərində olan 2 xanadan, yaxud da bu 3 xanadan birində 8 yazıla bilər. Yəni, mümkün variantlardan biri 8 ola bilər. Bunu yadımızda saxlayırıq. Amma yenə də heç bir nəticə əldə edə bilmədik. Gəlin 7-ci rəqəmdən davam eləyək. Üzr istəyirəm, burada siləndə 8-i pozdum. Gəlin 7 nömrəli rəqəmləri işarələməyə başlayaq. 1-ci xanada 7, 2-ci xanada 7, 3-cü xanada 7, 4-cü xanada 7, 6-cı xanada 7, 7-ci xanada 7 və 8-ci xanada 7 rəqəmini işarələdik. Bu dəfə gördüyümüz kimi 7 rəqəmi çoxdur. Əslində biz 1-dən 9-a kimi düzlükdə daha çox məsləhət olar ki, arxadan başlayaq və arxadan başlayanda rəqəmləri ən çox olan hansıdırsa, xanaların içində yazılan rəqəmlərdən hansı daha çox gözümüzə dəyirsə, həmin rəqəmdən yazmağa başlayaq. Biz görürük ki, 7 rəqəmindən 1, 2, 3, 4, 5, 6 ədəd verilib. 6 xanada 7 rəqəmi artıq var. 1, 2, 3, 4, 5, 6 xanada 7 rəqəmi var. Hətta burada da var. 1, 2, 3, 4, 5, 6, 7. 7 xanada 7 rəqəmi artıq verilmişdir. Biz bunu görürük. Bizim hansı xanalarda 7 rəqəmi yoxdur? Sadəcə 2 xanada. 1 və 2. Bu 2 xanadakı 7 rəqəmlərini tapmağa çalışaq. Gəlin ortadakı xana ilə başlayaq. Ortadakı xanaya baxırıq. Birinci sütunlara nəzər salsaq, buradakı 7-yə görə bu sütunda, aşağıdakı 7-yə görə orta sütunda biz 7-ni yaza bilmərik. 7 bu ortadakı xananın sağ sütunlarından birinə gəlib düşəcək. Gəlin indi sətirlərə baxaq. Sol tərəfdəki 7-yə görə birinci, sağ tərəfdəki 7-yə görə 3-cü sətirin üstündən biz xətt çəkirik və gördüyümüz kimi işarələdiyimiz yerlərdən yalnızca bir xana boş qaldı və bu xanaya biz 7 rəqəmini əminliklə yazırıq. Çünki digər xanalar bizim üçün qeyri-müəyyən olaraq davam edir. Gəlin 7-ni sonuncu xanada da tapaq. Çünki 8-7 məlumdursa 9-cunu tapmaq üçün bizə çətin bir məsələ qalmır. Yenə olduğu kimi sütunlardan başlayaq və sağ aşağıdakı xanaya baxırıq. 7 yuxarıdakı rəqəmə görə sol xana, ortadakı 7-yə görə isə orta xananı silirik. Sol tərəfdəki sütunlara baxsaqsa, bu 2 xana yazılan 7-lərə görə avtomatik olaraq silinir və bizə yerdə qalan sual işarəsində olduğu, yəni bizdən soruşulan xananın qiyməti avtomatik olaraq cavabda 7 alınır. Dediyim kimi, burada 8 də ala bilərdik. Gördüyünüz kimi, əvvəlcədən bunu qeyd eləmişdik. 7-nin olmağı bizim üçün artıq əmin oldu. Amma 8 biz yazmaqda əmin deyildik. Bunu davam edərək sudokunun qalan rəqəmlərini də tapmaq mümkündür. Amma bizə cavabı tapmaq, testi tez həll eləmək, testdə ayrılan vaxtı tez səmərəli istifadə edərək cavabı tapıb, qalan vaxtımızı digər testlərdə istifadə eləmək lazımdır. Ona görə də bu sudokunun qalan həllərini tapmaq ehtiyacı görmürük. Dinlədiyiniz üçün hamınıza təşəkkür edirəm.